Salam hər kəsə. Bu gün mən yenə qonağım var deyə quzu budu və quzu qolundan bu cür gözəl soba yeməyini hazırlayıram. YouTube-da geniş videosu var. Gördüyünüz kimi quzu budu və ya qolunu üzərində bu cür kəsiklər atıram. Amma köhnə versiyada mən həmin kəsiklərə sarımsaq dilimləyib incə-incə yerləşdirirdim. O da çox gözəl alınır. Amma bu dəfə düşündüm ki, sarımsaqları əzərək ətə tam yedirdim. Tamamilə hopdurum üzərinə. Suyu da çıxır əzən zaman. Bu da gözəl bir dad verir ətə. Gördüyünüz kimi duz, istiot, əzilmiş sarımsaq və kəklik otu. Bunları ətlərin üzərinə əlimlə gözəl-gözəl, buna görə də əlcəkdən istifadə edirəm. Çox ürəkdən onu masaj eləyirəm və yedirdirəm. Soba qabını düzürəm. Soba qabını düzmədən bütöv bir şəkildə yağlı kağız və folqaya da bükə bilərsiniz. Amma mən suyunun axmaması üçün bu dəfə soba qabında hazırladım və razı qaldım. Soba qabında da çox gözəl olur. Təbii ki, soba qabına ətləri düzməmiş, ora fal-fal doğradığım soğanları yerləşdirirəm. Tam bir sıra ətlərin altından yağlı kağız üzərinə örtürəm, alüminium folqa örtürəm və 200 dərəcədə suyu da qoyuram ona görə ki, ət qurumadan şirəli bir şəkildə bişsin. Bu şəraitdə 3-4 saata quzu budu çox gözəl bir şəkildə bişir və bu da nəticə. Bu cür videolarımın davamı üçün izləmədə qalın.